Добрый вечер, гости моего канала. Вот картошка. Вот картошка. Картошка не подходит, а все мои растения портили они. Вот гранат. Вот аметист яшма. А вот эти мишуры спасли меня от тяжести стирки шторов. Tek kredi kartlarıyla Ramazan boyunca marketlerden yapacağınız her ikinci 2000 TL ve üzeri alışverişe 200 TL. Toplamda 2000 TL. 23 март, закат, вечер, 7 час. А это мои африканские шаманы. İmanur büyük Ramazan indirimi başladı. İkinci ürüne %50 indirime ek sepette %20. Скоро здесь будет красиво. Деревья оденут зеленые одежду. Kızılcık Şerbeti yeni bölümüyle Cuma Show TV'de. Ben Doğuşça'ya geçtim çünkü dini, rengi, Zidane, Vedma senin yemeğini yedi. Ведьма съел Зидана колбасу. Вот видите, здесь все закрыто, но когда я сижу за компьютером, экран сериала попадает под сирень, под забор. 23 марта, воскресенье, 2025 год. Всем желаю, всем народам, всем живым, природу. Желаю хорошее настроение, мирное небо над головой, спокойной жизни. Амин. Амин, амин. Бари рекун, бари ор. Ксанерек марти 2025 թիվն է կիրակի է բոլոր մարդկությանը, բոլոր ժողովուրդներին, բոլոր բնությանը խաղաղություն եմ ցանկանում, ուրախ կյանք եմ ցանկանում, բախտավորություն, անպատերազմի, անվախի կյանք եմ ցանկանում։ Աստված պահի պաշտպանի բոլոր ժողովուրդներին, ամին։ Բոլոր մարդկությունը պաշտպանի սատանային ծախված դավաճանողներից, ամին։ Akşamınız hayır. Dünya yeryüzünün üstünde yaşayan bütün milletler, bütün halklar, insanlık, bütün aileler, tabiat. Pazar günü 23 Mart 2025 yıldır. Hamınıza uğurlu, hayırlı pazar akşamı arzuluyorum. Xoşbaxtlıq, temiz sema, mehribançılıq, qardaşlıq, dostluq arzuluyorum. Ey insanlar, ey insanlar. Dostluq sevin, qardaşlıq sevin, mehriban olun. Yadınızdan çıxartmayın ki, hamımız burada qonağıq. Hamımız qonağıq, hamımız qonağıq. Heç kim bu dünyada ölümsüz değil. Allah'tan başka ölümsüz təkcə Allah'tır. Yeryüzünün sahibidir. Mehribançılıq en güzel var devlətdir. Var devlət də, pul da, hamısı gəldi gedərdi. Bu dünyada heç nə qalmır. Heç nə, heç nə. Mehriban olun, xoşbaxtlıq arzuluyorum. Sağlam, sakit həyat arzuluyorum. Hamınıza, bütün insanlığa. Her gün dualarımda varsınız. Hem her şey için, her şey için. Allah yolunu azmış, şeytana inananları ıslah eləsin, doğru yola qaytarsın. Amin.
Amin, amin. Geçek güneşti. Güneş garbe gelir. Görün ne güzel manzaralardı. Good evening, Pulpus world. Good evening, world. Good evening, my friends woman. Good evening, my friends man. Good evening, my family, my brother, my sister. Good evening, Pulpus world. Thank you, God. Thank you, God. Thank you, God. Amen. 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 Это я в нашем огороде. Видите, сколько цветов было у меня, когда купили этот дачный дом, загородный дом. У меня везде цветы были, и за окном, около дороги. Это мой Зидан. Он такой умный был. Во сне я его видела. Утром на машине поехали далеко, около 50-60 километров. Как мне во сне указано было, так и поехали. Нашли его дом, где он родился. Он сосал матери. Наверное, годик или где-то 5-6 месяцев был. Такой умный был. Мы его купили, привезли, загладили его. А это мой Зику. Моя большая ошибка, которую вот, видите, вот здесь. Зику, мой Зику. Он тоже умный был. Он 3 метра через забор прыгал. У него ветеринары нашли опухоль, не могли лечить. Он ушел на тот мир, душа болит. Akşamınız hayır, bir de tekrar akşamınız hayır olsun. Dünya yer küresinde yaşayan bütün insanlar, bütün canlılar, Allah hamınızı korusun. Allah hamının üstünde yar olsun. Allah dünyasını şeytandan korusun. Amin. İndi girmişəm yataq otağıma. Zidan itimi yedizdirdim. Gözü tutulup. Kocadı. İndi pencereye yakınlaşacağım. Çöldeki nağılımı da. Doğrudan nətər düşür. Bax, ekran görürsünüz. Bax, oturmuşam. Düzgünün qabağında. Bax, görürsünüz. Bax. Arxam xalçadır. Bax, görürsünüz. Xalça görünür, bax. Monitor ora baxır, divara baxır. Pəncərələr hamısı bağlı. Hamısı bağlı, bax. O nətər olur düşür ora, başa düşmürəm. Doğrudan ne? Burada 3-cü həftədir. İxtira eləmişəm, tapmışam. Yəqin elə hər il həmişə düşüb, mən fikir verməmişəm. Qar əriyib, indi birazdan yaşıllıq, ağaclar, yasəmən ağacımız, bu qara ağac, pəncərənlə üzbəüz olan ağac, yaşlı don geyinəcəklər, yaşıl don geyinəcəklər, yaşıllıq olacaq. Bilmirəm, onda da göstərəcək ya yox, baxacağım. Çox maraqlıdır. Bax, indi də açkimdə monitor açkıma baxır. Çünki kamera genişlənir də. Yaxınlaşacağım, indi telefonu da çəkəcəm oradan. Nətər olur ora, nətər düşür, başa düşmürəm. Bax, görürsünüz.
Bax, monitor xalçaya baxır. Bax görürsüz. Divara baxır. Bu pəncərələr də hamısı mişuralarla. O ağır pərdələri sökmüşəm. Bir 12-10 ildir. Ta qoymuram. Evdəkilər əziyyət çəkirdilər. Sök. 20 metrə, 18 metrə ağır pərdələri yuv. İldə 4 dəfə yuvurdum. Hər 3 aydan bir. Canım dincəlib. Birdən ağlıma gəldi. Bəlkə başa düşməyənlər baxır deyirlər ki, bu qoca nənə nədir? Evi zərə doldurub. Sizə də məsləhət görürəm. Bax, qəşəkdir. Toz soranla tozunu alırsam və salam. İldə bir dəfə amma bunları yuvuram, asandır. Qarnizləri aşağı indirirəm, çıxardıram, yuvuram. O da istəyəndə, istəməyəndə toz soranla təmizlənir hamısı. Kanalıma daxil olun. Bu gözəl barmaqlarınızı like'ın qocağı düyməsinə basın. Bir fikrinizi yazın. Gündəliklər yazıram, gündəlik yazıram. Məndən yadigar qalsın bu insanlıqda, bu dünyada. Allah məni istədiyi vaxt aparanda məndən xatirə qalacaq. Deyəcəklər ki, belə bir nənə də olub. Allah hamınıza uzun ömür versin. Amin. Bütün vətəndə, Azərbaycanda, Gürcüstanda, Germaniyada, Ukraynada, Afrikanın Lagos şəhərində, Benində, Malta adasında kim ki məni görüb, tanıyıb, dostluq eləmişik. Facebook olanda yazışırdım onlarla Facebookda. Amma indi bu müharibəyə görə Facebook qadağandır oralarda. Açıb işlədə bilmirəm. Facebookda yazışırdım bütün o ölkələrdə, olduğum ölkələrdə. Vətəndə də məni tanıyan, Ağdam teatrına gəlib tamaşaçılıq eləmiş olan cavanlardan indi hamısı qocalıb. Teatrımız o teatrdır, teatrımız vətəndə olsaydım o teatrı gözəl günlərə çatıra bilərdim. Teatrda əməyim çoxdur. Bir neçə nəfər qalanlar var. Onlar hamısı bilir, baxsalar, kimsə onlardan soruşsa, kanalıma baxsalar, onlar təsdiq eləyər. Teatrda ikinci müdir kimi olmuşam. Tamaşalar təşkil eləyirdim, qastrollar təşkil eləyirdim. Ağdamın kəndlərində, Ağdamın məktəblərində, Ağdamın özündə, Kəlbəcərə Mədəniyyət Nazirliyinə, əstəğfurullah, Naxçıvan deyəcəkdim, Naxçıvanın Mədəniyyət Nazirliyinə zəng eləyirdim. Tamaşalarımız hazır olurdu, mehmanxana hazır olurdu, hazır gedirdik. Bizim Azərbaycanın rayonlarında Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, İmişli, Ağcabədi. Ağcabədi yaxındır. Füzuli Ağcabədidə gedib oynayırdıq, qayıdıb gəlirdik evə gecə. Nəysə, deməyim odur ki, yaşa dolmuş, məni tanıyan, Ağdam artistlərini tanıyan, hörmət eləyən, bizi yada salan hamıya salamlar göndərirəm. Bayramlarınız mübarək olsun. Allah ürəyinizi sevgi ilə, hörmətlə, məhəbbətlə doldursun. Özünüzə də, başqalarına da hörmət eləyəsiniz. Amin. Kanalıma dəstək olun. Amin. 4 dildə danışıram. Təmiz 4 dil bilirəm, təmiz 100%. Уважаемые подписчики моего канала, выходите в гости в мой канал. С этим красивыми вашими пальцами нажмите кнопку лайка, пишите комменты. Благодарю, кто заходит, смотрит мои дневники. Когда меня не будет на этом свете, когда Бог меня заберет, когда захочет, только Он знает, какого живого существа или раба Он забрать будет. Только Он знает, никто ничего не знает. Благодарю, кто заходит в мой канал. Спасибо, будьте храни Богом. Amin. Kanalıma daxil olan, like basan, gündəliklərimə baxanları Allah qorusun. Amin. Бажано сагрвеце каликис. Айсматов схмеце лайки кочака.
Бажанурса гырвецек, окнецек, татики аликин, зер лайкеров. Амин. Асфас пахи пашпани болорит, хайреника пашпани, зер харазатнера, зер интаника болорит пашпani, ашхаркы сатанаис пашпani, давачановнерис пашпani. Amin. Amin, amin. My friend's woman, my friend's man, people's world. Welcome please my channel. Thank you. Thank you. Good evening, people's world. Good evening world. Amen, amen, amen. Indi gedim, görüm, nağılım orada artık görünür ya yok. Akşamüstüdür. Сейчас пойду буду сказку мою снимать, который вот сериалы попадают туда. Tamam, ben birazdan arayacağım sizi. Afra, ne diyor bu kadın? Ne diyor abla? Anlarım ha. En çok Hint kinolarına bakıram, Türk seriallarına bakıram. Azerbaycan'da Ağdam'da olanda kino prakasın müdürü Fazil'e zəng eləyirdim. Deyirdim Fazil qardaş, kino gönderməkləmizə. Getirirdiler. Komşular hamısı otururdu, kinoya bakırdı. Pulları mən yığırdım 30 qəpikdən. Görün pulun ne kadar gücü var idi. Sovet pulu. Bütün bu kinolar ders insanlar için. Bütün milletlerin içindeki pislikleri, bədbaxt artistləri oynuyor, gösteririk. Hem nifret kazanırıq, hem hürmet kazanırıq. Azerbaycan televizyasının bir kanalı var idi de onda. Eşref abi kimi gömüyoruz? 85. ilde İhaneti. April idi ya Mart ayıydı. Televizya bizi qonaq çağırdı tiyatrımızı. Verilişin adı Ağdam Tiyatro qonağımızdı. Polis yok abi vallahi. Mart April idi səhv eləmirəmsə. Abi elini ayağını var. Getdik. 1 saatlik verilişimiz oldu. Almanya'da Anadolu var benim. Sonradan xalq artisti adı alan Bunlar da öğrenciler, Sabir biz hallederiz dediler. Çalışma izni bile alırız dediler. Əsgərov xalq artisti. Şeytan oydu. Bana Allah rəhmət eləsin. çok fazla bir şey Verilişimizi o aparırdı 1 saat. da. İhanet edecek adam mıyım abi ben yürü. Mən orada Sən ne üçün yaşayırsan da başrol oynuyordum. Şərqiyə idi rolumun adı. Anamı Narınç Məlikov oynuyordu. Siyavuş Sultanov nişanlımı oynuyordu. Nagil Primov. Gerisini sen halledersin. Telefonu falan şey yap. Gözəl tamaşa idi. Rejissor Şərifov idi. Vaqif Şərifov, Allah rəhmət eləsin. Qardaş kimi idi. Çox gözəl insan idi. Yerlim idi, Gəncəli. Mən Ermənistanda doğulmuşam, amma Gəncədə böyümüşəm, Bakıda oxumuşam. Neyse, onu oynadık. Bir neçə ay keçəndən sonra 85 noyabrın paraddan sonra noyabrın 7'si idi, neçə idi. Neyse, Mərkəzi Komitə ilə Mədəniyyət Nazirliyi verilişimizə baxıb mənə əməkdar artisti adı verib. Spalkomun katibi Kıyafet almış. Tamam, genç kız giyinmek istiyor. Katibəsi. Tabii de. Bu nasıl sorumsuzluk ya? yanıma adam gönderdi ki Sevda Xanımın muştuluqla Canın çıkıyor, görsün. əməkdar artisti adı veriblər. Aydın Kuliyevin stolundadır. Aydın Kuliyevin Ha, ben sana söyleyeyim. Spalkomun sədri idi. Beni bir otelden aradılar. Sonradan Gədəbəyə raykom göndərdilər onu. Bu akşam. Teatrımızda hemen 85'te Yılmar Qasımov idi, jurnalist idi. Evet, galiba bir Mehmet aksilik müəllim olmuş. öləndən sonra Eyvaz olmuşdu. Eyvazı mənə görə Yapabilecek başka bir işimiz olmadı. Sadıq Murtazayev çıxartdı. Çok seçeneğimiz varmış gibi. Yılmar Qasımov oldu teatrımızın direktoru, jurnalist. Ama vicdansız Yılmar Qasımov əməkdar artistliğimi kollektivdən gizlətdi qorxusundan. Niyə qorxdu bilmirəm ki. Baksana be. Başka artistler de var idi.
Belki dalaşacaklar, nagaracaklar. Oğuz'a ulaşamıyorum. O dünyada da görüşeceğiz. Yılmar yaşlı adam idi. Neyse. Demeğim odur ki Yani belki müsait değildir. artistler biz oynuyoruz. Nereye kayboldu? Bütün milletlerin içindeki pislikleri sahneye çıkardırırız. İnsanlara gösterir ki ay insanlar düşmançılık pis şeydi. Unutmadınız değil mi? Katillik pis şeydi. Şu yeni gelen abi. Şerbetten atmak pis şeydi. Vermiş. Yosun'un Çörek taptalamak pis şeydi. Alçak şeydi. Ne yapacakmış? Başkasına şerbetten atmak en alçak şeydi. Vallahi o kadarını bilmiyorum ama Allah'a sığınan. Bak sıkı herif diyorlar. bu kinolar, seriallar hamısı dersti. Toplantıya. Hamısı dersti. Ama elə bilirlər ki, elə belə oyuncaqdır da, vaxt keçirmək üçündür. Xeyr. Xeyr, xeyr. Кино, театр – это урок жизни. Все режиссеры, сценаристы, актеры, все подлости, все грешников на сцене показываем, чтобы люди понимали, что вражда – самое подлое дело. Ne var kızım tamam etmeyin. Убийство, воровство, национализм. Самый страшный грех – это национализм, националисты. Yoluna mı her şey? Bir sıkıntı yok. Misafirler ağır olunca bizzat ben ilgileneyim dedim. İyi yapmışsın. Ha bu arada Bahattin abi burada. Kahvaltıya gelmiş. Eşref buradaysa bir selam verin. Большинство людей, когда смотрят фильм или театр, или кино, думают, что это увлечение, просто время проводить, отдыхать. Нет, это урок жизни. Sormalı. Olsun. Güzel. Zayıfladın galiba ha biraz. Gençleşmiş. Görürsünüz bak, видите. Biliyor musun? Ya ne oldu? Bu Oğuz'dan arkadaş. Oradan düşürür, oradan da maraqlı değil. Nasıl hallettiniz? Müslüm Style'a. Eline sağlık Müslüm abi. Sağ ol. Так что, люди народа мира, любите дружбу, уважение к друг другу, любите земную жизнь. Мы все гости, все. Никто не знает через час, через день, через год, что будет с ними. Merhabalar. Merhabalar. Benim Irmak Hanım'la bir görüşmem vardı. Haberi var kendisi. 3. kat. Asansörle çıkabilirsiniz. Mutfağın içinden geçin, orada göreceksiniz. Teşekkürler. Rica ederim. İşte görüşürüz. Arkadaşlar devam. Türk dizisi Eşref Rüya. Bir oğlan müğənni okuyan kadına vurulur. Uşaqlıqdan yaşa dolduqca yaddan çıxartmır onu. O haqqdadır şərəf. Eşref Rüya. Aynı Okuyan kadının adı Rüya'dır. Benim de iş görüşmem var da. Geciktim de Bak biraz. görürsünüz, bak görürsünüz bak. Rüyayı ilk gördüğünde hissettiği gibi karnında bir sıcaklığın oluşmasını hissetti. Kızın boynuna baktı. Aradığı işaret yoktu. Bu rüya değildi. Üstelik böyle hissetmesi içinde derin bir pişmanlık yaratmış. Neyse, İhanet eder gibi geceniz xeyrə qalsın, yuxunuz şirin olsun, Eşref abi istirahətiniz uğurlu xeyirli keçsin. duyguları sevmezdi. Həftənin birinci günü, yeni həftə sülh xəbərləri versin hamınıza, hamımıza. Onun rüyaya olan sonsuz bağlılığı Sağlam olun, salamat olun, mehriban olun, insanpərvər olun, millətçi kafir olmayın, satqın olmayın, vicdanınızı, ürəyinizi Şimdi o arada sadece birkaç saniye saf, için təmiz bir bunu şeylərlə doldurun. fark edip Çünki Allaha cavab verəcəyik, hamımız. kendisinden nefret etti. Hamımız Allaha cavab verəcəyik. Onu yaddan çıxartmayın insanlar. Gel. Bari gişer, bari yekun. Dernor şabatı, bırakçını batı. Amin. Asfalt bahi paşpani boluriz. Amin. Allah hamınızı korusun. Merhaba. Amin. Nisan Hanım. Будьте храним Богом, düğün народа için мира, gelmiştim ben. Telefona человечества, konuşmuştuk. вся природа. Buyurun, oturun Amin. lütfen. Teşekkürler. 23 Biraz март acil, kusura bakmayın. 2025 год, Olur mu воскресенье. her şey? Tam olarak konseptimiz nedir acaba? Жду на моем канале Normal гости. değil. Заходите, Evet de, ставьте ne лайки, tarz bir şey olacak? Onu подпишитесь, merak ettim. благодарю. Damat Вы Serkan тоже Hilmi будете Eşref. пожилыми людьми.